Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Hər birinizi salamlayıram. Mən İmaşəm Tədris Mərkəzinin İbtidai siniflər üçün Azərbaycan dili müəllimi Aybəniz İmanzadə sizlərə müəllimlərin ən çox yaralı yeri olan sintaktik təhlildən bir sualın izahını sizlərə təqdim etmək istəyirəm. Hansı ki, bu sualda diqqət yetirsəniz, burada nəsr yox, nəzm dilindədir. Yəni, burada söhbət nədən gedir? Şeirdən gedir. Adətən müəllimlər bununla bağlı problem yaşayırlar. Müəllim, şeirlərdə neyniyəcək? Nəzmdə neyniyəcək? Yaralı yerimizi. Çox sadə. İlk öncə, müəllim, neynirsən? Əgər çətinlik çəkirsənsə, bunun qəşəng yolu var. Nədir? Götürürsən bu qəşəng nəzmi, çevirirsən nəsrə. Yəni, adi danışıq dilində olan nəqli cümləyə çeviririk. Gəlin çevirək. Bu dünya mülkünün nemətlərindən götürən də peşman, götürməyən də peşman. Nəsrə çevirəndə necə olacaq? Bax, bu cür olacaq. Bu dünya mülkünün nemətlərindən götürən də götürməyən də peşmandır. Yeri gəlmişkən peşmandır. Peşiman deyil. Peşmandır. Düzəltdik müəllim. İndi bax, yuxarıdakı cümlənin bu 30-da verilib. Və bunun başını burax. Gəl aşağıda o yazdığımız nəsrə çevirmişik ya. Bax, gəl onu neyniyək? Təhlil edək. Bu dünya mülkünün nemətlərindən götürən də, götürməyən də peşmandır. Nədir? Peşmandır. Kim peşmandır? Bu dünya mülkünün nemətlərindən götürən də, götürməyən də. Gördün? Hamısı birlikdə oldu nə? Mübtəda. Düzdür müəllim? İndi neynirsən? İndi qayıdırsan, bax bu şeirə. Qayıtdın. İndi baxırsan, bax, peşmandır sözü aşağıda xəbər olubdur. Düzdür? Cümlədə peşmandır sözünü tapırsan, altından xəbərin işarəsini qoyursan. Sonra baxırsan ki, götürməyən nədir? Mübtədadır. Digərlər nədir? Bunlar da mübtədadır. Qoydunmu yerinə? Deməli, müəllim, hansı cümlə üzvünün sintaktik sxemi yarandı burada? Mübtəda, xəbər, bir də mübtəda. Deməli, cavab oldu B variantı. Vəssalam.